Salam, hörmətli müəllimlər. Mən Məmmədova Sevinç. Bugün sizə 7-ci sinifdən 14-cü mövzumuz metalların növləri və xassələri, prokatlar haqqında məlumat mövzusunun video izahını verəcəm. Yenə də həmişəki kimi kitablarınızda hər biriniz burada nələri qeyd edirəmsə, siz də kitabınızda onları qeyd edin. Biz metallar mövzusu artıq bizə 5-ci sinifdən ətraflı məlumdur. Artıq 7-ci sinifdə isə daha geniş keçəcəyik. Xahiş edirəm hər biriniz diqqətli olun və məlumatları fikir verin. Çalışacağam ki, hələ mövzu video izahda bütün mövzunu elə sizə çatdırmış olum. Yəni mövzunu elə buradaca öyrənəcəksiniz. Demək müəllimlər, metallar təmiz olub bir elementdən və ərintidən ibarətdir. Metallar necədir? Təmizdir. Bir elementdən və ya ərintidən ibarətdir. Ərintilər bir neçə metaldan və ya metal digər maddələrdən ərinmiş vəziyyətdə metalla qarışdırılmış əlvanlardan ibarətdir. Bu sadəcə biləcəyimiz bir məlumatdır. Aha. Biz dedik ki, metallar neçə cür olurdu müəllimlər? Qara metallar və əlvan metallar artıq 5-ci sinifdən məlumdur. Qara metallar hansılardır? Qara metallar dəmir və onun ərintiləri, yəni çuqun və poladdır. Demək, qara metallar nədir? Dəmir və onun ərintiləri çuqun və poladdır. Qalan metallar əlvan metallar adlanır. Bunlara nə aiddir? Mis, alüminium və latun aiddir. Demək, qara metallar çuqun və polad, yəni dəmir və onun ərintiləri, qalan metallar isə əlvan metallar adlanır. Bunlara da nə deyilir? Alüminium, mis və latun. Demək, müəllimlər, çuqun nədir? Çuqun və polad dəmirlə karbonun ərintisidir. Dəmirlə karbonun ərintisi nədir? Çuqun və poladdır. Poladın tərkibində nə qədər karbon var? 2%-ə qədər. Çuqunun tərkibində isə 2 və 4%-ə qədər karbon mövcuddur. Demək, müəllimlər, bu hissədən nə öyrəndik biz? Bir təkrarlayaq. Qara metallar nədir? Qara metallar dəmir və onun ərintiləri olan çuqun və poladdır. Qalan metallar nə adlanır? Əlvan metallar, yəni alüminium, mis, latun. Çuqunun tərkibində nə qədər karbon var? 2-4%. Poladın tərkibində nə qədər karbon var? 2% mövcuddur. Metal emalı texnologiyası bilməlidir ki, yəni nəzərə almalıdır ki, metalın mexaniki və texnoloji xassələri var. Gəlin görək mexaniki xassələr hansılardır, texnoloji xassələr hansılardır. Mexaniki xassələrə aiddir möhkəmlik, sərtlik, elastiklik, plastiklik, kövrəklik. Demək, bunlar hansıdır? Bunlar oldu mexaniki xassə. Möhkəm, sep sözü ilə yadımızda saxlayırıq bunu. Sadəcə kövrəklik sözündə yadımızda, yəni ki, nəzərinizdə olsun. Demək, möhkəm, sərtlik, elastiklik, plastiklik, kövrəklik. Bu oldu mexaniki hadisələr. Gəlin görək müəllimlər ayrılıqda. Möhkəm deyəndə nə nəzərdə tutulur? Sərtdir, elastikdir, plastikdir, kövrəklikdir. Nə demək istəyir burada bizə? Birinci başlayaq möhkəmlik. Möhkəmlik nədir müəllimlər? Metalın dağılmadan müəyyən yükə davam gətirmə qabiliyyətidir. Məsələn, biz yuxarı evimizdə çılçırağın askısı çılçırağın ağırlığı altında qırılmır. Yəni bu necədir? Möhkəmdir. Yəni dağılmadan ona verən yükü qəbul edir. Sonra keçirik sərtdir. Sərt necə? Bir metalın başqa bir metala daxil olmasına müqavimət göstərməsidir. Məsələn, biz mis məftilli polad qayçı ilə kəsirik. Düzdürmü? Burada polad qayçı nədir? Sərtdir. Əlbəttə ki, polad qayçı misdən sərtdir. Yəni sərt nədir? Bir metalın başqa sərt metala daxil olmasına müqavimət göstərməsidir. Elastiklik. Elastiklik nədir müəllimlər? Biz elastikliyi bilirik ki, elastik olan nə deməkdir? Əvvəlcə ilkin vəziyyətinə qayıtma deməkdir. Yəni metallarda qüvvə tətbiq olunanda, qüvvə tətbiqi dayandıqdan sonra onun ilkin vəziyyətə qayıtmasıdır. Məsələn, uşaqların əlində tez-tez görürük ki, metal xətkeşlər olur. Görürsən, onları əyəndə əvvəlki vəziyyətinə qayıdır. Bu metalın elastiklik xüsusiyyətindən irəli gələn bir şeydir. Sonra keçirik müəllimlər plastiklik. Plastiklik nədir? Yüklərin təsiri altında formasını dəyişməyə imkan verən. Yəni burada nə deyilir? Qurğuşun parçasını çəkic zərbələri altında asanlıqla istədiyimiz formaya verə bilərik. Bu oldu onun plastiklik. Yəni elastikliyin tərsi plastiklikdir. Elastiklikdə metala qüvvə tətbiq olunanda əvvəlki vəziyyətinə qayıdır. Plastiklikdə isə
Demək, biz ona istədiyimiz bir çəkic vasitəsilə forma verə bilirik. Keçirik kövrəklik. Kövrəklik nədir, müəllimlər? Metalın nəzər çarpan deformasiyalar meydana gəlmədən dağılmasıdır. Yəni, nəzər çarpan deformasiya deyəndə, yəni ki, tutaşı bir metalın üzərində bir paslanma gedir və yaxud da bu paslanma nəzərə çarpacaq qədər böyük deyil, amma metal kövrək olduğu üçün dağılır. Bu oldu kövrəklik xüsusiyyəti. Bəli, müəllimlər, yenə təkrarlayaq burada. Mexaniki hadisələr nədir? Möhkəmlik, sərtlik, elastiklik, plastiklik, kövrəklik. Möhkəm nədir? Dağılmadan müəyyən yükü qəbul edir. Sərt nədir? Müqavimət göstərir. Elastiklik nədir? Əvvəlki vəziyyətinə qayıdır, ilkin vəziyyətinə qayıdır. Plastiklik nədir? Qüvvə tətbiq olunanda formasını dəyişir. Kövrək nədir? Dağılır, dağılmaq. Kövrəklik nədir? Dağılmaq. Bu belə. Keçid müəllimlər metalların texnoloji xassələri. Texnoloji xassələr deyəndə müəllimlər, hardakı texnoloji sözünü görürsünüzsə, onu bilin ki, texnoloji xassə deyəndə artıq orada metaldır və yaxud da başqa bir maddədir. Yəni orada artıq bir texnoloji əməliyyat aparılır. Yəni texnoloji proses gedəcək burada. Texnoloji xassəsə deyəndə də baxın, döyülə bilmək qabiliyyəti. Döyülə bilmə qabiliyyətindən nədir? Biz metal üzərində hər hansı bir döyülmə əməliyyatını aparırıq. Texnolojida axı. Sonra kəsmə ilə emal olunma. Aha, burada metalı kəsirik. Qaynaq olunma qabiliyyəti. Burada artıq metal qaynaq olunur. Maye kimi axıcılıqda isə artıq buna müəyyən temperatura gətirib qəliblərə tökülür və burada maye kimi axıcılıq qabiliyyəti buna deyilir. Yəni texnoloji xassəyə deyəndə tez ağlımıza gəlsin, unuda bilərik. Aha, burada nə olacaq? Metal üzərində əməliyyatlar gedən bir xassədir. Gəlin bax, döyülə bilmək qabiliyyəti nədir? Metalın zərbənin təsiri altında yeni forma alması qabiliyyətidir. Yəni mən burada metal və yaxud da ərintini belə döyürəm nəyin vasitəsilə və orada yeni forma alır. Bu olur döyülə bilmək qabiliyyəti. Kəsmə ilə emal, yəni mən burada müxtəlif alətlər vasitəsilə metalı kəsə bilərəm. Qaynaq olunma isə biz burada görürük də müəllimlər hansısa bir svarka işi ilə məşğul olanlar görürsünüz ki, qaynaq edə bilirlər metalları. Bu da metalların qaynaq olunma xüsusiyyətidir. Sonra keçirik nə? Maye kimi axıcılıq qabiliyyəti. Maye kimi axıcılıqda isə metalları müəyyən həddə qədər qızdırırlar, maye halına gətirirlər və istədikləri bir formanı almaq üçün onları qəliblərə tökürlər. Bu da oldu metalların texnoloji xassələri. Sonra keçirik müəllimlər. Qara metalların ən çox yayılmış ərintisi poladdır. Sual düşə bilər. Qara metalların ən çox yayılmış ərintisi nədir? Poladdır. Belə müəllimlər, polad deyəndə axlımıza ilk gələn şey nədir? Bərk olmaq, möhkəm olmaq. Bəli, o bərkdir. Yaxşı döyülür və kəsilir. Poladdan nələr hazırlanır? Müəllimlər, poladın əsas detalları hər zaman yadınızda saxlayın. Baxın, poladdan maşınlar, dəzgahlar, müxtəlif kesici alətlər, yəni əsas şeylər, maşının özü, dəzgahın özü, müxtəlif kesici alət hazırlanır. Amma biz dedik, bax, dəzgah poladdan hazırlandı. Amma dəzgahın özülü, hasarlar, mexanizmin gövdələri, mexanizmin özü yox, mexanizmin gövdəsi, bir çox başqa məmulatlar isə müəllimlər çubuqdan tökülür. Demək, detalın özü, maşının, dəzgahı özü poladdan hazırlandı. Özülüdür, gövdələri də isə çubuqdan töküldü. Poladdan fərqi nədir çubuğun? Çubuq sərtdir, lakin kövrəkdir. Bax, yadınızda saxlayın. Kövrəkdir. Sonra keçirik. Ən çox yayılmış əlvan metallar hansılardır? Bunlar mis, qurğuşun və alüminiumdur. Alüminium, mis, qurğuşun nədir? Ən çox yayılmış əlvan metallardır. Gəlin müəllimlər, bunları ayrı-ayrı nəzərdə salaq ki, alüminium necə metaldır, mis necədir, qurğuşun necədir? Bunlara mütləq diqqət yetirməliyik. Demək, alüminium yüngül və yumşaq metaldır. Yüngül, yumşaq, gümüşü metal deyəndə alüminiumdur. Mis alüminiuma nisbətən yumşaqdır, ağırdır və qırmızımtıl metaldır. Qurğuşun ağır, çox yumşaq və gümüşü metaldır. Bunların üçü də ayrı-ayrılıqda belə. Demək, alüminium yüngül, yumşaq, gümüşü metaldır. Mis ağır, nisbətən yumşaq, qırmızımtıl metaldır. Qurğuşun isə ağır, çox yumşaq, gümüşü metaldır.
Və bunlar nə oldu müəllimlər? Əlvan metallar. Bir də var geniş istifadə olunan əlvan ərinti. Əlvan ərinti nədir? Latundur, bürüncdür, dür alüminiumdur. Bunlar üçü əlvan ərintidir. Latun. Latun haqqında artıq bizim 5-ci sinifdə artıq məlumatımız var. Misin siqli ərintisindən yaranır, doğrudur, sarı rəngə malikdir. Harda istifadə olunur? Elektrotexnikada. Cəryan keçiriciliyi və korroziya davamlı ərinti kimi istifadə olunur. Testlərdə qarşınıza çıxacaq ki, elektrotexnikada istifadə olunan, korroziya davamlı ərinti kimi istifadə olunan hansı əlvan ərintidir? Latunu götürürsünüz. Sonra keçirik müəllimlər bürünc. Bürünc deyəndə müəllimlər, bürünc medallar tez gözünüzün qabağına gəlsin. Baxın, sənət məmulatları tökülür. Bürüncdən çoxlu sənət məmulatları. Mən medal deyən kimi bürünc medal. Tez yadınıza saxlayın. Çünki bax, su kranı yadınızdan çıxa bilər. Dişli çarxının hazırlanması da yadınızdan çıxar. Amma sənət sözünü görən kimi tez götürüb birinci götürürsünüz. Misin quruluşun alüminium və qala ilə birlikdə ərintisidir. Sonra keçirik dür-alüminium. Dür-alüminiumda alüminium kimi gümüşü rənglə malikdir. Baxın, gümüşü rəngdə malikdir. Bunu götürdük. Alüminiumun mis, magnezium və sinklə birlikdə ərintisidir. Yüngül ərintidir. Aviasiya deyəndə dür-alüminium yadımızda qalsın. Baxın, digərləri yaddan çıxa bilər. Aviasiya sözünü görürsünüzsə dür-alüminiumu götürürsünüz. Sənət sözünü görürsünüzsə bürüncü götürürsünüz. Elektrotexnika sözünü görürsünüzsə latını götürürsünüz. Sonra müəllimlər, prakatlar. Sənayedə qara və ərvan metallardan, ərintilərdən ibarət profilli prakatlardan geniş istifadə olunur. Gəlin görə prakat nədir? Yayma üsulu ilə hazırlanmış müəyyən profil metal məmulatlardır. Hansı profil prakat növləri mövcuddur baxaq. Dairə, üçbucaq, kvadrat. Bunlar riyaziyyatda ən çox istifadə olunan fiqurlarda tez bunları yadımıza saxladıq. Dairə, üçbucaq, kvadrat. Aha. Sonra altı üzlü. Bunlar yeni ola bilər. Zolaq, künclük, rels və şveller. Bunlar oldu nə? 8 dənə metal profil prakat növləri verilib və əzbərləyəndə mütləq şəkildə bunları şəkillə əzbərləyirsiniz. Bunlar yadınıza saxla. Dairə, altı üzlü, kvadrat, üçbucaq yadınızda tez qalacaq. Amma zolaq da tez qala bilər. Künclük də baxın, künc formasındadır, düzbucaq altındadır. Res və şvelleri amma qarışdırmayın. Res və şveller. Bunları qarışdırmayın. Şəkil üzərində əzbərləyin. Və müəllimlər, gəlin bu prakat məhsulları haqqında da xüsusi çox testdə qeyd olunan suallara baxaq ki, nə kimi suallar çıxar bilər qarşımıza. Müəyyən en kesik formasında olan uzun çubuqlara prakat məhsulları deyilir. Prakatlar harda əldə olunur? Yayma maşınlarında əldə olunur, qeyd edin. Kvadrat enkəsikli və zolaq prakatlardan müxtəlif quruluşlu məmulatlar, pəncərə barmaqları, çəpərlər qaynaq edilir. Sualdır. Kvadrat enkəsikli və zolaq prakatlardan nələr qaynaq edilir? Pəncərə barmaqları və çəpərlər. Sonra keçdik müəllimlər künclük. Həm bina tikintisində, həm dəzgahlarda istifadə olunan isti yayılmış metal profil növüdür. Sual olacaq müəllimlər. Həm bina tikintisində, həm də dəzgahlarda istifadə olunan metal profil növü hansıdır? Sonra sual düşə bilər. İsti yayılmış metal profil növüdür. Hansına aiddir? Yenə də künclüyə. Sonra bitmədi müəllimlər. Hansı profil növüdür ki, yüksək möhkəmliyi olan kifayət qədər ucuz profildir? Yenə də künclük. Hansı profil növüdür ki, universal olması ilə xarakterizə olunur? Yenə künclük. Sonra hansı profil növüdür ki, eyni uzunluqda olur rəfləri? Yenə də künclük. Hansı profil növüdür ki, mükəmməl qaynaqlanır və mümkün üsullarla montaj olunur? Yenə də künclük. Demək müəllimlər, burada görün neçə suala cavab verdik. Aha, künclük. Həm bina tikintisində, həm dəzgahlarda istifadə olunur. İsti yayılmış metal profil növüdür. Yüksək möhkəmliyi və kifayət qədər ucuz profil növüdür. Universal olması ilə xarakterizə olunur. Eyni uzunluqda olması ilə xarakterizə olunur. Mükəmməl qaynaqlanır və mümkün üsullarla montaj olunur. Bunlar hər biri aid oldu nəyə? Künclüklərə. Sonra keçirik altüzlü prakatlardan. Altüzlü prakatlardan nələr hazırlanır? Bolt və qayqalar düzəldilir. Sonra yuvarlaq enkəsikli pəstahlardan harda istifadə olunur? Vallar, oxlar, üzüklər, şaybalar yonulur. Bax, qeyd edin mütləq şəkildə. Sonra künclüklərdən nələr qaynaq edir? Baxın, künclüklərdən karkaslar, qutu çərçivələri,
rəflər qaynaq edilir. Bunu da mütləq şəkildə qeyd edin. Sonra gəldi müəllimlər Reis və Şveller. Reis və Şveller profil olan prokatlar, daha doğrusu bunlardan detalların möhkəmliyini və sərtliyini artırmaq üçün istifadə olunur. Sual düşəcək. Detalların möhkəmliyini və sərtliyini artırmaq üçün hansı profil prokatdan istifadə olunur? Əlbəttə ki, Reis və Şvellerdən istifadə olunur. Və bunlarda ən çox müəllimlər dəmir yolu sözünü görən kimi tez Reis və Şvelleri götürürsünüz. Dəmir yolu xətti en kəsiyi olan kvadrat və dairəvi profillərdən hazırlanmış reysə nisbətən qatarın çəkisini altında daha çox əzilir. Demək, kvadrat və dairə profillərdən hazırlanmış reyslər daha az əyildiyi üçün dəmir yolu xətlərində istifadə olunur. Gəlin müəllimlər, əvvəlcə nə suallar düşə bilər? Öyrəndiklərimizi bir də təkrarlayaq. Qara metallara nələr aiddir? Çuqun və polad. Əlvan metallara nələr aiddir? Alüminium, mis və latun. Aha. Poladın tərkibində nə qədər karbon var? 2%. Çuğunun tərkibində nə qədər karbon var? 2-4%. Yaxşı. Neçə xassəsi var? 2 xassəsi var. Hansılardır? Mexaniki xassə, texnoloji xassə. Mexaniki xassələr hansılardır? Möhkəmlik, sərtlik, elastiklik, plastiklik, kövrəklik. Gəlin görək müəllimlər, bunlar nədir? Möhkəmlik nə oldu? Dağılmadan müəyyən yükü qəbul edir. Sərtlik nə oldu? Başqa detalın ona daxil olmasına müqavimət göstərir. Elastiklik nə oldu? Əvvəlki vəziyyətinə qayıtdı. Plastiklik formasını dəyişdi. Kövrəklik dağıldı. Yaxşı, hansı texnoloji xassələri var? Döyülə bilmək qabiliyyəti, bəli, kəsmə ilə emal olma qabiliyyəti, qaynaq olunma qabiliyyəti, maye kimi axıcılıq qabiliyyəti. Bunlar oldu nə? Hansı xassələr? Metalın texnoloji xassələri. Yaxşı. Sonra keçirik müəllimlər digər sualımız. Ən çox yayılmış ərinti, qara metalların ən çox yayılmış ərintisi nədir? Poladdır. Bəli. Poladdan nələr hazırlanır? Maşınlar, dəzgahlar, müxtəlif kəsici alətlər hazırlanır. Yaxşı, bəs müəllimlər çuğunda nələr hazırlanır? Demək, dəzgahların özürləri, hasarlar, mexanizmin gövdələri. Yaxşı, poladdan fərqli olaraq çuğun necədir? Sərtdir, lakin kövrəkdir. Yaxşı, ən çox yayılmış əlvan metallar. Alüminium, mis, qurğuşun, mak. Mak sözü ilə yadımızda saxlayaq. Alüminium necə metaldır? Yüngül, yumşaq gümüşü. Qurğuşu necə metaldır? Ağır, çox yumşaq gümüşü. Mis necədir? Ağır, nisbətən yumşaq qırmızımdır. Ən çox yayılmış əlvan ərintilər hansılardır? Latun, bürünc, dür alüminium. Sənət məmulatlarının tökülməsində hansından istifadə olunur? Bürüncdə. Elektrotexnikada istifadə olunan latun, aviasiyada istifadə olunan dür alüminium. Yaxşı, bunlardan hansılardır? Misin qurğuşun, alüminiumun qala ilə birlikdə ərintisidir. Əlbəttə ki, bürünc. Yaxşı müəllimlər, hansı prokat növlərini keçdik? Dairə, üçbucaq, kvadrat, altı üzlü, zolaq, künclü, rels və şveller. Yaxşı, bunlardan hansıdır ki, pəncərə barmaqları və çəpərlər qaynaq edilirdi? Bəli, kvadrat enkəsiklidə. Yaxşı, hansı idi ki, müəllimlər, detalların möhkəmliyini və sərtliyini artırmaq üçün istifadə olunurdu? Rels və şveller idi. Hansı profil prokat növüdür ki, o həm də isti yayılmış metal profil növü adlanır? Bəli, künclükdür. Hansı profil prokat növüdür ki, universal olması ilə xarakterizə olunur, mükəmməl qaynaqlanır, yaxşı montaj olunur, yüksək möhkəmliyə və kifayət qədər ucuz olması ilə xarakterizə olunur. Bəli, bu da oldu künclük. Yaxşı, hansı prokat növündən bolt və qaykalar hazırlanır? Bəli, altı üzlü prokat növüdür ki, onlardan bolt və qaykalar hazırlanır.